necəsiz? Salam Nailə. Sağ ol qızım, sən necəsən? Yaxşıyam, sağ olun. Necə gedir işlər? Dərslərin necə gedir? Şükür, yaxşıdır. Yaxşı olsun, lap yaxşı. Darıxmırsan? Darıxıram biraz. Ev yoxdur. Sonda yaxşı olacaq. Lap sonu lap əla olacaq. İnşallah. İnşallah. Başlayaq Bəs mı? yaxşı, uşaqlar. Başlayaq bəlkə. Nə deyirsiniz? Uşaqlar, açın da bir kameraları, baxaq da bizdə. Kimlər var burada? Baxın buradadır. Fatimə də buradadır. Mən Mahizəri də gördüm. Mahizər də Salam. buradadır. Salam Salam. uşaqlar, necəsiz? Çox sağ olun. Salam, Necəsiz? salam Nailə xanım, salam. Salam, necəsiz? Bizim məzunlardan da burada var uşaqlar. Bu il bitirən məzunlar da, bir Mahizər, Fatimə buradadır. Ay, nə yaxşı. Başlayaq onda bu günlərin. Buyur Nailə, sözü veririk sənə. Uşaqlarımız səni dinləmək istəyir. Və hamıya da bu yaşıl işığı necə yandırmaq lazımdır öyrət. Yaxşı. Çox Buyur sağ olun. əzizim. Hər kəsi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Uzun bir zamandan sonra, məzun olandan sonra belə bir webinarda spiker olaraq çıxış eləmək həqiqətən mənə çox xoşdur. Vaxt var idi ki, mən özüm belə webinarlara qoşulurdum, nəsə öyrənməyə çalışırdım. İndi isə sizinlə öz təcrübəmi bölüşməyə çalışacağam. Bilməyənlər üçün özümü tanıdım. Mən Əhmədova Nailə, Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin İctimai Səhiyyə ixtisasını bitirmişəm 2025-ci ildə və hal-hazırda Şotlandiyada Glasgow şəhərində Glasgow Universitetində təhsil alıram. İxtisasım isə İctimai Səhiyyədə epidemiologiya, yəni ixtisas belə gedir. İlk öncə sizə ümumi bir məlumat verim ki, necə oldu mən bura gəldim, ümumiyyətlə ictimai səhiyyədə hansı ixtisaslar var, siz necə ixtisas seçimi eləyə bilərsiniz. Bildiyiniz kimi bizdə Azərbaycanda rezidentura və magistratura seçimləri olur. Rezidentura xaricdə yoxdur, yəni ümumiyyətlə ictimai səhiyyə sahəsində, yəni bu həkimlik sayılmır da, yəni bu insanlarla birbaşa ünsiyyət deyil, resept yazmaq və s. deyil. Burada əsas məqsəd ictimai səhiyyə strategiyaları hazırlamaqdır, səhiyyəni insanlar üçün daha əlçatan eləməkdir, bərabərsizliklərin qarşısını almaqdır. Yəni əslində ictimai səhiyyənin çox sahəsi var. Mən deyərdim ki, bizdə Azərbaycanda ictimai səhiyyə deyəndə hər kəsin ağlına səhiyyənin idarə edilməsi, səhiyyə menecmenti gəlir və digər sahələr gəlmir. Bu da yəni ixtisasın çox tanınmamasından irəli gəlir. Amma onu demək istəyirəm ki, ictimai səhiyyə sadəcə səhiyyənin idarə olunması və ya təbibdə gedib işləmək, yəni bundan ibarət deyil əslində. İctimai səhiyyə sahəsində bizi narahat eləyə biləcək hər hansı bir problemlərə qarşı bizi həll yol tapa biliriksə, bu artıq ictimai səhiyyə sektorunda çalışmaq, işləmək deməkdir. Mən burada dövlət proqramı təqaüdü ilə təhsil alıram. Dövlət proqramı 2022-2028-ci illəri əhatə eləyir və prezidentin sərəncamı ilə tələbələrin xarici universitetlərə təhsil alması ilə bağlı imzalanmış bir sərəncamdır. Və ümumiyyətlə dövlət proqramı barədə siz DP.edu.az bu saytdan daxil olub məlumat əldə edə bilərsiniz. Dövlət proqramının özünün saytında universitetlər var hər ölkə üçün, hansı ki, həmin universitetlərə siz müraciət eləyib, qəbul aldığınız təqdirdə siz dövlət proqramı təqaüdünə müraciət edə bilərsiniz və təhsilinizi xaricdə davam elətdirə bilərsiniz. Ümumiyyətlə, burada 5-ci, 4-cü kurslar varsa və tam olaraq ixtisaslarını seçə bilmirlərsə, necə irəliləmək istədiklərini bilmirlərsə, mən sizə məsləhət görərdim ki, əgər rezidenturaya hazırlaşmırsınızsa, magistratura sahəsində irəliləmək istəyirsinizsə, ictimai səhiyyəni həqiqətən də araşdırın ki, ictimai səhiyyədə sizə hansı mövzular, hansı ixtisas maraqlı olar. Məsələn, bizdə Tibb Universitetində ictimai səhiyyə ilə əlaqəli biz fənlər keçirik, fənlər tədris olunur və siz bu fənlərdən yola çıxaraq öz maraq dairənizi müəyyənləşdirə bilərsiniz. Təbii ki, bunlar ancaq kifayət deyil, çünki insanın maraq sahəsinin aydınlaşmasında gərək ki, müəyyən qədər təcrübə olsun. Bu təcrübəni yığmaq üçün də könüllü fəaliyyətlər eləmək lazımdır. Müxtəlif
bizim ixtisasla əlaqəli olan könüllülüklər olsun, təcrübə proqramları olsun, bunlara qoşulub baxmaq lazımdır ki, həqiqətən bu ixtisas mənim üçün maraqlıdır yoxsa yox. Məsələn, mən öz təcrübəmdən yola çıxaraq deyim, mən universitet vaxtları, bakalavr vaxtlarında düşünürdüm ki, yəqin mən səhiyyənin idarə edilməsi yönümündə irəliləyərəm. Çünki təşkilatçılıq bacarığım var idi, düşünürdüm bu sahə mənə maraqlı olar. Amma sonra fənni keçdikcə gördüm ki, məsələn, klinika şəraitində hər hansı bir yəni resursların idarə olunması, bunlara baxılması, onu təşkilatçılığı mənə maraqlı deyil. Yəni mən təşkilatçılıq qabiliyyətim olsa da, mən bu sahə üzrə irəliləmək istəmirəm. Mən necə oldu yəni əslində öz ixtisasımı tapdım. Mən epidemiologiya üzrə irəliləmək istəyirəm və epidemioloq olmaq istəyirəm. Mən deməli Serbiyada təcrübə proqramında olmuşdum yayda və bu 4-cü kurs bitirəndə yəni yay ərzində idi. Mən oradakı müəllimlərlə belə kommunikasiyam oldu. Onlardan soruşdum ki, bəs mən ixtisas seçə bilmirəm, mən hansı yolla irəliləyə bilərəm, maraq dairələrim bunlardır. Məsələn, araşdırmağı sevirəm, xəstəliklər mənə maraqlıdır, əsas da qeyri-infeksion xəstəliklər mənə maraqlıdır və onların da perspektivini öyrənərək, eyni ilə öz maraq dairəmi də müəyyənləşdirərək mən tapdım ki, məsələn, mənə epidemiologiya sahəsi maraqlıdır. Mən statistikalarla işləmək istəyirəm, araşdırma aparmaq istəyirəm. İnfeksion xəstəliklər deyil də qeyri-infeksion xəstəliklərin yayılmasını araşdırmaq istəyirəm. Yəni burada mənim əsas demək istədiyim odur ki, bu sahə bizim üçün çox yeni bir sahədir. Azərbaycanda təzə-təzə inkişaf eləməkdə olan bir sahədir. Əvvəl bizdə tibbi profilaktika olub, tibbi profilaktikanın dərs strukturu ilə ictimai səhiyyənin dərs silabusları tamamilə fərqlidir. Hələ xariclə müqayisədə ümumiyyətlə fərqlidir. Ona görə də yəni siz həqiqətən öyrənməyə çalışın ki, başa düşməyə çalışın ki, ictimai səhiyyə nədir? Yəni siz nə eləyə bilərsiniz bu sahədə? Mən deyərdim ki, bizim tələbələrin əsas əziyyət çəkdiyi, həm özləri üçün, həm də eləmədikləri, bir növ tənbəllik elədikləri şey odur ki, yəni bu əslində hamının bir növ elədiyi bir şeydir. Gözləyirik ki, kimsə bizim üçün nəsə eləsin, kimsə bizə yol açsın, biz irəliləyək. Məsələn, mən öz təcrübəmdən yenə yola çıxıram. Mən 2020-ci ildə qəbul olmuşam Tibb Universitetinə və ilk məzun oldum bu il. Bizdə yəni elə bir insan yox idi ki, mən həmin insandan bir nümunə götürüm, bir ağıl soruşum ki, ictimai səhiyyə, ümumiyyətlə bilmirdim mən ictimai səhiyyə nədir. Özüm araşdıra, fürsətləri bir növ qova, öz üzərimdə çalışa aydınlaşdırdım ki, hə, mən hardayam, mən hansı fakültəyə daxil olmuşam. Yəni, çox vaxt bizim tələbələr daxil olurlar, əsasən bal sisteminə əsasəndir də, yəni bizdə. Daxil olurlar, deyirlər, hə, balım düşdü, mən bura daxil oldum, sonra başlayırlar şikayətlənməyə. Halbuki yəni belə eləmək lazım deyil də. Yenə deyirəm, əgər məsələn sizin marağınız deyilsə ictimai səhiyyə, bu da çox normaldır. İmtina eləyə bilərsiniz. Amma siz bu fakültədəsinizsə və bu ixtisasdasınızsa və biraz sizə maraqlı gələn nələrsə varsa, demək ki, bunun ardınca getməyə dəyər, əziyyət çəkməyə dəyər. Onsuz da əziyyətsiz heç nə yoxdur. Yəni bu yol onsuz da zəhmətli bir yoldur. Belə uzun-uzadı danışmağımın məqsədi odur ki, biraz bu ixtisas məsələlərinin, bizim fakültə məsələlərinin psixoloji tərəfləri var. Yəni siz bu psixoloji tərəflərini aşsaz, sizə daha çox yaşıl işıqdır. Qıraq təsirlərin sözündən, özünüzün o qeyri-müəyyən fikirlərinizdən biraz aralana bilsəz, inanın ki, çox yaxşı bir yol tutarsınız özünüzə. Sadəcə maraq dairənizi kəşf eləmək lazımdır ki, siz kimsiniz və siz nə istəyirsiniz, özünüzü harda görürsünüz. Kimsə özünü həkim olaraq görür, kimsə özünü infeksionist olaraq görür məsələn. Kimsə özünü idarəçi olaraq görür, kimsə özünü, nə bilim, statistik olaraq görür. Bu çox normaldır və hamı da fərdidir. O demək deyil ki, tutalım, mən gəlmişəm bura, siz mənim yolumu davam elətdirməlisiniz. Yox, hamının yolu fərqlidir. Bəlkə kimsə deyəcək, mən gedib Amerikada oxumaq istəyirəm, mən gedib Çində oxumaq istəyirəm, tutalım ki. Yəni ona görə də öz yolunuzu çəkməkdən, öz istəyinizin arxasınca getməkdən heç vaxt qorxmayın. Yol çətindirsə və indiyə qədər gedilməmiş yoldursa, deməli bu həqiqətən də çox yaxşıdır və buna dəyir. İlk olaraq bunu deyim. Keçim indi dövlət proqramı məsələsinə. Dövlət proqramı təqaüd qazanmaq çətindir. Çünki rəqabətçildir və illər keçdikcə də bu rəqabət artır. Məsələn,
Bizdə bu il səhv eləmirəmsə bir hardasa 10 nəfərə yaxın ictimai səhiyyə üzrə müraciət eləmişdi dövlət proqramına, amma 4 nəfər seçildik, yəni belədir. Və nəzərə alın ki, ancaq tibb universitetindən deyil, başqa universiteti bitirən tələbələr də müraciət edirlər. Çünki magistraturada istənilən bir şey oxumaq olar. Tutalım kimsə ümumiyyətlə ictimai səhiyyə istəmir, gedir mikrobiologiya üzrə, ya nə bilim, qidalanma üzrə tamam ayrı bir sahə olaraq magistratura oxuya bilərsiniz. Yəni şərt deyil ki, bakalavr nəyi bitirmisinizsə onun üzrə magistratura oxuyasınız. Ona görə də rəqabətçilidir və bu rəqabətdən sizi fərqləndirən şey sizin aktiv fəaliyyətinizdir, sizin nə dərəcədə öz üzərinizdə işləmənizdir. Yəni bunlar olmadığı təqdirdə universiteti hər kəs müəyyən bir ortalama ilə qutarır ki, əksərən də yaxşı ortalama ilə qutarır. İndiki artıq zəmanədə universitet diplomu, qırmızı diplom, ya nə bilim, sizin ortalamanızın yüksək olmağı bir önəm daşımır. Baxırlar ki, əsasən də xaricdə siz nə eləmisiniz? Hə, mən gəlmişəm ictimai səhiyyə oxumağa. Yaxşı, sən indiyə qədər nə etmisən? Getmisən universitetə, ancaq gəlmisən, ancaq fəaliyyətin bu olub. Niyə səni seçək? Sən digər tələbələrdən fərqin nədir? Baxırlar CV-yə, baxırlar indiyə qədər sən nə fəaliyyətlər eləmisən, sən hansı dil bilirsən, araşdırmaq qabiliyyətin varmı, kritik düşüncən varmı? Bunlar çox önəmli şeylərdir. Bizdə biraz əzbərçilik yönümü çoxdur. Dərsi oxuyaq, məsələn, sistem də bizdə biraz onu tələb edir ki, hə, test sistemi, ancaq onu tətbiq eləmək məcburiyyətində qalırıq. Biraz o sərhədlərimizi aşa bilmirik. Ona görə də onu aşmaq üçün gərək siz öz üzərinizdə daim çalışasınız. Mən nələr məsləhət görərdim sizə ki, məni necə ki uğurlu eləyib mən bura gəlməyimdə. Mən daxil olanda pandemiya vaxtı idi. Yəni 2-ci kursdan universitetə getməyə başladım və universitetə daxil olduğum vaxtdan etibarən mən araşdırdım. Məsələn, könüllülüklərə qoşuldum. Tutalım ki, bu çoxunuzun da bəlkə bildiyi AzərMDS olar, Həkim və Təbib Tələbələr İctimai Birliyi ola bilər. Ondan sonra universitet daxili klublar ola bilər. Məsələn, Səhiyyə klubunu deyə bilərəm ki, hansı ki bizim fakültənin tamam tərkibindədir. Başqa klublar, məsələn, elmi iş götürə bilərsiniz, elmi iş araşdıra bilərsiniz. Amma həqiqətən araşdırmaqda, yəni elmi iş hamı götürür, amma gedib hər hansı bir mövzuda mən çıxış eləyim, mənə sertifikat versinlər, yox. Həqiqətən siz araşdırma eləmisinizmi? Sizin bir əlinizdə data olubmu? Yəni o lazımdır sizə. Çünki o sizin universitetdə aldığınız sertifikatlar və ya başqa, yəni bir növ hər şeyə görə verilən bir sertifikatlar bir önəm daşımır. Yəni xaricdə o sertifikatları tanımırlar. O halda o sertifikatlar önəm daşıyır ki, ya sizə universitet rəsmi olaraq verib o sertifikatı, ya da siz beynəlxalq bir qurumdan siz sertifikat qazanmısınız. Yoxsa təşəkkürnamədir, filan seminarda iştirak elədin deyə sənə nə bilim sertifikat verdik. Onların heç bir önəmi yoxdur. Yəni tələbələr də çox vaxt orada səhv eləyirlər ki, çox fokuslanırlar. Hə, gedim seminara mənə sertifikat versinlər, ora gedim sertifikat versinlər. Bu önəmli deyil, həqiqətən deyil. Əsas olan sizin bacarığınızdır və bu bacarığı necə göstərə bilirsiniz. Nə olsun ki, məsələn, sertifikatınız ola bilər, amma heç nə bilməyə də bilərsiniz də. Bu da bir variantdır. Ona görə də öz üzərinizdə çox çalışın, dil öyrənin. İngilis dili əsas, çünki ingilis dili hər yerdə istifadə olunur. Dünyanın istənilən bir yerində istifadə olunur. Nə qədər çox dil bilsəz özünüzə o qədər yaxşıdır. Bir də baxır siz məsələn hansı ölkəni seçirsiniz. Tutalım siz Almaniyaya getmək istəyirsinizsə, Alman dilini öyrənmək daha uğurlu bir seçim olar. İngilis dili də öyrənə bilərsiniz, yenə də hər yerdədir, amma yenə də. Məsələn, Koreya tutalım ki. Koreyada Koreya dili bilənlərə təqaüdlər olur tələbələr üçün, sırf Koreya dili bilənlərə məsələn. Yəni onu deyirəm ki, araşdırıb tapmaq lazımdır ki, siz hansı ölkəni istəyirsiniz, nəyə görə bu ölkəni istəyirsiniz, sizin getmək istədiyiniz sahə üzrə bu ölkə sizə nə verəcək və siz orada nə qazanasınız. Yəni bunları araşdırmaq lazımdır. Mən nəyə görə buranı seçdim? Açığı, yenə dediyim kimi, mən epidemiologiya sahəsi üzrə getmək istəyirəm və müraciət elədiyim bir neçə universitet var idi. Həmin universitetlərdən də qəbul almışdım. Bu Sheffield Universiteti idi, Cardiff Universiteti idi və Glasgow-du. Mən onları dəyərləndirəndə baxdım məsələn dərslərinə ki, hansı fənlər tədris olunur, hansı ixtisaslaşmalar var. Çünki bəzi universitetlərdə əksərən məsələn Master of Public Health bir oxumaq olur, ümumi ictimai səhiyyə ki, siz ictimai səhiyyəni bitirəndən sonra, yəni istənilən ictimai səhiyyə istənilən sahəsində işləyə bilərsiniz də. Tutalım, ana uşaq sağlamlığı üzrə də işləyə bilərsiniz.
nəzarət üzrə də işləyə bilərsiniz və s. və s. Bir də var ki, ictimai səhiyyənin özündə spesifik bir ixtisaslaşmalar. Mənim məsələn hal-hazırda oxuduğum universitetdə epidemiologiya ixtisası ayrıca bir, yəni ixtisaslaşmış sahə idi. Ona görə mən buranı seçdim. Məsələn, Sheffielddə və Cardiffdə yox idi. Halbuki məsələn, tutalım, əgər biz universitetlərin bir sıralaması var da, hansı universitetdən daha yüksəkdir. Sheffield məsələn Glasgow-dan daha yüksək idi. Yəni bəlkə də oradakı tədris burdan daha yaxşı olardı. Amma mən öz istəyimə görə, öz maraq sahəmə görə bunu seçdim. Yəni ona da aldanmayın ki, tələbələr bəzən elə eləyirlər. Ay bu universitet bundan daha perspektivli deməyim də daha populyardır. Daha yüksək sıralamadadır. Mən bunu seçim, digəri demək pis olar. Yəni bu baxır seçim, şəxsi seçim məsələsidir. Yəni mən ona görə buranı seçdim və hal-hazırda mənim oxuduğum universitetdə ictimai səhiyyədə 4 sahə üzrə ixtisaslaşmaq olur. Bunun biri mənim oxuduğum epidemiologiyadır. Digəri səhiyyədə data elmidir, health data science gedir. Digəri sağlamlığın təşviqidir, health promotion deyilir, ayrıca bir sahədir. Birində də nə idi? Health promotion, epidemiology, data science. Bir də health economics, səhiyyədə maliyyələşmə. Bunlar məsələn ayrı-ayrı ixtisaslardır. Hər universitetdə də belə ixtisaslaşma yoxdur. Yəni yenə deyirəm, sizin maraq sahəniz. Əslində burada da bir ikiləm var. Məsələn, elə adam var ki, tutalım bakalavrı bitirib, deyir mən bilmirəm də, məsələn ki, mən bu sahə üzrə getmək istəyirəm, ya nə bilim, nə etmək istəyirəm tam bilmirəm. Həmin insanlar üçün ümumi Master of Public Health oxumaq daha sərfəlidir. Çünki siz orada bütün fənləri keçdiyinizə görə siz artıq istənilən sahədə işləyə bilərsiniz. Amma məsələn mənim üçün mən artıq bilirdim ki, mən konkret bu sahədə irəliləmək istəyirəm. Ona görə mən ümumi Master of Public Health oxumaq istəmədim və dar ixtisaslaşdım. Dar ixtisaslaşmaq da o deməkdir ki, siz gələcəkdə artıq biraz işiniz limitlənir də. Yəni mən məsələn epidemioloq olaraq çalışa bilərəm də, bunu seçmişəm. Mən gedib başqa bir şey işləyə bilmərəm ki. Düz deyil, yenə də ictimai səhiyyədir, amma artıq yəni biraz ixtisas daralıb da. O var. Buradakı dərslərdən biraz bəhs eləyəsi olsam, məsələn, bir var məcburi dərslər, hansı ki, birinci semestrdə hər kəsə keçirilir. Bir də var ikinci semestrdə artıq kim hansı ixtisası seçibsə, o saydığım 4 ixtisas üzrə, həmin ixtisasa uyğun fənlər. Məsələn, biz hal-hazırda keçirik araşdırma metodları, ictimai səhiyyənin əsasları, statistikaya və epidemiologiyaya giriş. Əsas bu 3 fəndir, bunlar kredit verir. Amma bir də kreditsiz fənlər var, hansı ki bu fənlərə daxil olmaq məcburi deyil. Yəni, amma məsələn mən daxil oluram çünki görürəm ki, özümdə bu məsələn boşluqlar var məndə. Məsələn bu kreditsiz fənlərə aiddir. Proqramlaşdırma, R proqramlaşdırma, hansı ki statistikanın, datanın yığılmasında mənim sahəmdə ehtiyac var. Ümumiyyətlə sizin data statistika bilməniz çox yaxşı olar, ictimai səhiyyənin istənilən bir sahəsində, çünki istifadə olunacaq. Məsələn bu proqramlaşdırma var, sonra statistikaya giriş adlı bir dərs var. Məsələn bunlara qoşduram. Bunlar seçim dərsləridir. Yəni kredit vermirlər, sadəcə tələbənin öz istəyinə görə. İkinci semestrdə isə artıq ixtisas fənləridir. Məsələn məndə var ikinci semestrdə yüksək epidemiologiya, advanced epidemiology bilmirəm necə tam tərcümə olunur. Yəni ali səviyyəli, ali səviyyədə epidemiologiya, ali səviyyədə statistika və keyfiyyət araşdırmalarının aparılması, belə bir ixtisas var. Məsələn, mən evdə valideynlərimə deyirəm ki, sanki mən bura gəlmişəm riyaziyyat oxumağa da, yəni tamamilə fərqli tip sahəsindən ayrılıb. Çünki yəni düzdür, xəstəliklərin statistikasını çıxarmaq, araşdırmaq, nə bilim o izləmək periodu və s.dir. Amma hər şey riyaziyyatdır da, yəni hər şey statistika, məsələlər həll eləmək, proqramlaşdırma, kod yazma. Yəni bunu da nəzərə alın ki, məsələn, belə tamamilə fərqli bir şeylər də ola bilir də. Bu belə. Biraz dövlət proqramından yenə danışım. O qədər ağlımda fikir var ki, bilmirəm hansını danışım. Ona görə biraz ortaya qarışıq olur. Dövlət proqramında şərtlər nədir? Deməli, siz məzun olmalısınız. Əgər bakalavrın axırıncı kursundasınızsa, o zaman transkript təqdim eləməlisiniz ki, siz transkript və arayış təqdim eləməlisiniz ki, siz həqiqətən bakalavrın sonuncu kursunda təhsil alırsınız. Ondan sonra lazımdır sizdə CV,
lazımdır rekomendasiya məktubu. Bu ola bilər, məsələn, təhsil aldığınız universitetdən müəllimlər, professorlar tərəfindən və ya işləyirsinizsə işlədiyiniz yer tərəfindən sizə verilə bilər və ya hər hansı məsələn təcrübə proqramında iştirak etmisiniz, oradan sizə rekomendasiya məktubu verilib. Yəni bunların hamısını istifadə etmək olar və dövlət proqramı özü 2 rekomendasiya məktubu tələb eləyir. Amma bundan əlavə olaraq siz əvvəlcə gərək, yaxşı qoy ən başından başlayım, çox qarışıq danışdım. Deməli ilk öncə siz nə edirsiniz? Oturursunuz universitetlərə baxırsınız. Əgər dövlət proqramı təqaüdü ilə təhsil almaq istəyirsinizsə, girirsiniz sayta, orada siyahı var. Nə bilim hansı ölkədə hansı universitet siyahıdadır. Araşdırırsınız, tapırsınız. Sonra da Üzr istəyirəm. buyurun. Hansı sayt idi? DP Edu.az belə olmalıdır. Yəni dövlət proqramının Çox sağ ol. saytı. Xoşdur. Deməli daxil olursunuz, oradan baxırsınız, istədiyiniz universitetləri seçirsiniz. Sonra daxil olursunuz həmin universitetlərin saytına. Google-da yazırsınız. Tutalım. Sheffield University. Daxil olursunuz saytına. Saytda inanın ki, hər şey yazılıb və çox asandır. Yəni tələbələr çox vaxt qorxurlar. Mən məsələn hər şeyi özüm eləmişəm. Universitetlərə müraciət də özüm eləmişəm, dövlət proqramına müraciət də özüm eləmişəm, sənədləri də özüm yığmışam, heç bir şirkətə pul verməmişəm, danışmamışam. Yəni buna həqiqətən ehtiyac yoxdur da. Yəni mən səmimi olaraq sizə deyirəm ki, şirkətə pul verməyə ehtiyac yoxdur, çünki çox asan bir prosesdir. Sadəcə araşdırmaq lazımdır. Biraz o komfort zonadan çıxıb həqiqətən araşdırmaq lazımdır. Universitetin saytına daxil olursunuz. Orada məsələn yazılıb, proqram yazılıb. Hə, tutalım Master of Public Health. Hər şey var. Bu proqram nələri əhatə eləyir? Siz hansı dərsləri keçəsiniz? Nəyə görə bu proqramı seçməlisiniz məsələn? Ondan sonra orada var Admission Requirements. Yəni ki, sizə nələr lazımdır? Siz bu universitetə daxil olmaq üçün hansı sənədlər lazımdır? Universitet sizdən hansı sənədlər tələb eləyir? Açığı bunu deyim ki, bu çox fərqlidir. Məsələn, Böyük Britaniya üçün tələb olunan sənədlər Amerikadan tamamilə fərqlidir. Nə bilim, İsveçrədə fərqlidir. Yəni bu ölkədən ölkəyə olaraq dəyişir. Mən ancaq Böyük Britaniyaya görə deyə bilərəm də. Yəni çünki digərlərini tam bilmirəm. Amma əvvəl araşdırmışdım, məsələn Amerikaya və s. baxmışdım. Orada biraz fərqlidir sistem. Məsələn, deyək ki, orada 3 rekomendasiya məktubu istəyir. Orada nə bilim, motivasiya məktubunu istəyir, çox söz yazmaq. Ya əlavə bir imtahana siz daxil olmalısınız. Yəni universitetin şərtləri fərqlidir. Ona görə də onlara diqqətlə yanaşın. Amma Böyük Britaniya üçün necədir? Yenə də universitet dəyişir, amma rekomendasiya məktubu lazımdır. Yenə də müəllimlərinizdən, işlədiyiniz yerdən və s. Sizin lazımdır transkriptiniz olsun ki, hansı dərslər keçmisiniz bakalavr zamanı. Sizə lazımdır motivasiya məktubu yazmalısınız. Həmin universitetə yəni göstərməlisiniz ki, sizin motivasiyanız nədir, siz nəyə görə oxumaq istəyirsiniz bu universitetdə. Yəni orada siz ifadə eləməlisiniz ki, məsələn, nəyə görə bunu oxumaq istəyirsiniz və oxuduğunuz təqdirdə siz nə töhfə verəsiniz. Bu şəkildə yəni bunları aydınlaşdırmalısınız. Bəli. Dövlət proqramından sonra şərt var, müqavilə var ki, siz 5 il gəlib Azərbaycanda işləməlisiniz. Ölkədə qalıb işləyə bilməzsiniz nə mənada? Çünki dövlət proqramı şərtinə görə əgər tələbə gəlmirsə, onun ödədiyi təqaüdü geri qaytarmalısınız. Ki, bu da mümkün deyil, çox bahadır. Bilmirəm. Yəni, amma şərt var ki, 5 il ayda ölkədə işləməlisiniz. Sonra motivasiya məktubunu dedim, rekomendasiya məktubunu dedim, transkripti dedim, arayış, əgər məzun olmusunuzsa onunla bağlı, bakalavrın son kursunda oxuyursunuzsa onunla bağlı arayış almalısınız. Sonra sağlamlıq haqqında arayışdır, ehtiyac var ona. CV-dir. Hə, bir də dil imtahanı təbii ki. Dil imtahanı da UK-də məsələn IELTS qəbul edirlər, amma Amerikada SAT qəbul edirlər, əsasən TOEFL qəbul edirlər. Amerikada da IELTS qəbul edən var, azdır, amma əsasən SAT TOEFL-dır. Yəni bu. Hə, dil imtahanına baxanda hər universitetin tələbi də fərqlidir. Məsələn, siz tutalım ki, IELTS-dən almısınız 7 ya da 6.5. Orada universitetin saytında yazılır ki, məsələn, IELTS-də axı 4 hissə var da, writing-dir, speaking-dir, listening-dir, nədir qaldı? Reading-dir. Siz bu 4 section üzrə balınız müvafiq olmalıdır. Məsələn, elə universitet var, deyir ki, mən reading-i 7-dən aşağı qəbul eləmirəm.
Elə universitet var, deyir mən writingi tutalım, nə bilim 7.5-dən aşağı qəbul eləmirəm. Ona da baxmaq lazımdır. Bəlkə siz ola bilər getdiniz 7 yığdınız, amma hər hansı bir oradakı hissə aşağı gəldisə, yenə də qəbul olmur, yəni. Ona da diqqət etmək lazımdır. Yəni əsas məsələ odur ki, siz daxil olub universitetin saytından ətraflı məlumat əldə eləyəsiniz. Tutalım ki, siz qəbul aldınız. Qəbul alandan sonra artıq siz başlaya bilərsiniz dövlət proqramına müraciət eləməyə. Dövlət proqramının saytında da yazılır ki, hansı sənədlər lazımdır. Yenə də əslində eynidir sənədlər. Transkriptdir, nə bilim, sağlamlıq arayışıdır, rekomendasiya məktubudur, CV-dir, pasport, şəxsiyyət vəsiqəsi, nə bilim, belə də, yəni dövlət proqramında da bu sənədlərdir. Burada da 2 mərhələli olur. Siz birinci onlayn müraciət edirsiniz dövlət proqramına, doldurursunuz oradakı hissələri, bütün sənədləri qeyd edirsiniz, dil sertifikatı, özünüzün hər sertifikatlarınızı da ora qoya bilərsiniz, təcrübələrinizi və s. Onu göndərirsiniz. Əgər siz uğurlu namizəd olsaz, sizi çağırırlar 2-ci mərhələ müsahibəyə. Olmasaz, yəni orada artıq bitdi. Müsahibəyə çağırırlar və müsahibə zamanı sizin qarşınızda 3 jüri oturur. Münsif heyəti. Bunlardan bir nəfər olur Təhsil Nazirliyindən, bir nəfər sizin ixtisasınızdan, yəni ictimai səhiyyə, yəni bizim tibb universitetindən bir nəfər olur, bir nəfər isə olur SOCAR-dan. SOCAR çünki maliyyələşdirir və onlar başlayırlar sizdən sual soruşmağa. Mənim dövlət proqramı müsahibəm o qədər gərgin keçmişdi. Çünki yəni suallar dalbadal idi də. Bir nəfər sual verirdi, dayanırdı, o birisi başlayırdı, o birisi və sual 2 dildə olur. Həm Azərbaycan dilində olur, həm ingilis dilində olur. Amma siz tutalım, məsələn, başqa xarici ölkəyə gedirsiniz, başqa dil seçmisiniz. Tutalım Çin dili, onda Çin dilində olacaq müsahibə. Yəni o ölkəyə görə fərqlidir. Hə, müsahibədə sizdən nələr soruşulur? Nəyə görə bu universiteti seçmisən? Nəyə görə burada oxumaq istəyirsən? Sənin gələcəklə bağlı planların nədir? Ölkəyə nə töhfə verəsən? Sonra başlayırlar ixtisas sualları verməkdən. İctimai səhiyyədən suallar verirlər. Məsələn, mənə suallar verilmişdi. Yadımda qaldığı qədəri ilə. Mən demişdim epidemioloji gözləyir. Mənə biraz statistik verilmişdi. Nə bilim, epidemiolojiyada P dəyəri, nə bilim, izlənilmə, həyat keyfiyyəti göstəricisi. O 3-cü kursda keçirik bizdə. Daily var. Ana uşaq sağlamlığında keçirlər onu. Uzun ömürlü həyat, nə bilim, göstəricisi. Yəni suallar çətin idi. İxtisasla bağlı həqiqətən çox çətin suallar verildi mənə. Və ingilis dilində idi o məhz. Ondan sonra da SOCAR-ın nümayəndəsi başladı mənə situasiya tipli suallar verməyə. Məsələn, orada bir də suallar nəyə əsasən verilir? Sizin təcrübənizə əsasən də verilir. Məsələn, mən demişdim ki, mənim təcrübə proqramlarında iştirak eləmişəm. Onunla bağlı məndə situativ məsələlər verirdilər məndən ki, məsələn, sən burada neyini yərsən, necə bu məsələnin altından çıxarsan, məsələn, bu tipli. Ondan sonra müsahibə ümumi 15-20 dəqiqə çəkir və müsahibədən bir ay sonra portalda sizdə qeyd olunur ki, siz qəbul olmusunuz, yoxsa qəbul olmamısınız. Ondan sonra da artıq sənədləşmə işləri başlayır. O da ayrıdır. Yəni maliyyələşmə məsələləri var. Bir də bunu deyim ki, yəni bilin bunu. Çox vaxt tələbələr elə bilirlər ki, yəni siz bura gələndə ya da bura gəlmə periodunda artıq dövlət sizin hər şeyinizi ödəyir. Belə deyil bu məsələ. Yəni sizin məsələn vizaya müraciətdir, sığortadır, sağlamlıq sığortası almağı, bilet almaq və s. bunları ilk başda özünüz eləməlisiniz. Yəni bunları özünüz öz cibinizdən almalısınız. Dövlət sizə sonra qaytarır geri ödəmələr şəklində. Yəni dövlət bunu birbaşa sizin üçün vermir ki, hə, məsələn, tutalım, al sənə 2000 manat pul, sən get bunları elə. Elə deyil. Yəni ona görə də xeyli bir xərcə girə bilərsiniz. Girəsiz də, yəni əgər bu yola girirsinizsə, bunu da gözə alın. Və bahadır həqiqətən, viza da bahadır. Yəni mən sizə belə bir deyim ki, ümumi viza ilə sağlamlığa hardasa 4000 manata qədər gedir, yəni pul. Bunu da nəzərinizdə saxlayın. Düzdür, sonra qaytarırlar, amma gec qaytarırlar.
Hansı yolla gedə bilərsiniz qayıtmayaq? Hə, bu yaxşı sualdır. Dövlət proqramı ilə getməyin onda. Yəni başqa təqaüdlər də var. Məsələn, mən dövlət proqramı ilə gəlmişəm, amma burada tələbələr var ki, məsələn, British Council-ın təqaüdü var qızlar üçün, amma o daha çox STEM-dədir, texnoloji, nə bilim, məhz bu sahədə. Sonra Shivning təqaüdü var Britaniya üçün. Başqa universitetlərin özünün təqaüdləri var. Məsələn, Almaniya üçün DAD proqramı var, təqaüd proqramı. Yəni təqaüd proqramları əslində çoxdur. Instagramda bir səhifə var. Opportunities Used-du. Dəqiq baxım onu sizə deyim. Orada məsələn təqaüdlə bağlı çox şeylər paylaşırlar, ölkələrin öz təqaüdlərini. Hə, Opportunities Circle Official. Görün necə göstərim sizə. Nəysə, bunu elə yazsaz çıxacaq. Mən Instagram səhifəmdə də əslində tez-tez paylaşıram. İzləsəz oradan da baxa bilərsiniz. Çoxlu təqaüd proqramları var. Yəni oturun, araşdırın ki, hansı təqaüd proqramına müraciət edə bilərsiniz. Şərt deyil, yəni dövlət proqramı ilə gəlmək. Məsələn, burada da bir tələbə var, Azərbaycanlı. Düzdür, onun sahəsi başqadır, ixtisası başqadır, amma o məsələn universitetin öz təqaüdünü qazanıb. Glasgow Universitetinin öz təqaüdünü qazanıb, ona təqaüd verirlər, təhsil haqqını ödəyirlər. Yəni universitetlər də tələbələr üçün o imkanı yaradırlar. Məsələn, burada çoxlu Hindistanlılar var. Yəni onlar özləri də təqaüdlə müraciət ediblər, gəliblər fərqli-fərqli təqaüdlərlə. Yəni bunu araşdırmaq lazımdır sadəcə. Nə danışasıydım? Hə, dövlət proqramından bitdi. Hə, xərc məsələsini də danışdım. Və hər ölkə üçün də ödəniş fərqlidir. Yəni aylıq təqaüdün verilməsi fərqlidir. Burada yaşayış, həyat keyfiyyəti, yaşayış şəraitinə asılı olaraq. Ümumi əslində bu qədər. İndi sizin suallarınızdan yola çıxaraq mən cavab verim, çünki hal-hazırda ağlıma başqa bir şey gəlmir. Suallarınız varsa, bir zəhmət olmasa, əl qaldırmaqla ki, qarışıqlıq olmasın, mən də cavablandırım. Buyurun. Salam Nailə, çox sağ ol. Əvvəlcə bizə bəzi suallar gəlmişdi, istəyirəm onlardan verim sənə. Tamam. Xarici universitetlərə qəbul zamanı, yəni müraciət zamanı diqqət eləməli olduğumuz əsas şeylər nələrdir bəs? Əsas şeylər odur ki, siz şərtlərini tam ödəyib ödəmədiyinizə baxasınız və CV əsasdır. CV ona görə əsasdır ki, sizin nə fəaliyyətiniz olub. Yəni hələ siz məsələn yüksək daha populyar universitetlərə müraciət edirsinizsə, oradakı rəqabət daha çoxdur və daha çox CV-yə baxılır. Mən tövsiyə eləyərdim ki, universitet vaxtlarını yaxşı dəyərləndirin. Elmi işlər götürün, araşdırmalar eləyin, könüllülüklərə qoşulun, həqiqətən nələrsə eləyin. Yəni məhz nəyəsə qoşuldum, elədim mənasında yox, həqiqətən biliyinizi artıracaq bir şeylər eləyin. Hə, bir də mən nəyi məsləhət görərdim bakalavrda oxuyanlara, hansı ki magistraturada bu mənə çox çətin gəlir. Çünki biz bakalavr vaxtı hər hansı bir məqalə araşdırması, ümumiyyətlə məqalə nədir, bununla bağlı bir məlumatımız olmur və burada sizdən tələb eləyirlər ki, get məqalə yaz. Get, nə bilim, məqalə, ədəbiyyat siyahısı hazırla gətir. Yəni bu məsələn mən əziyyət çəkirəm. Ona görə də mən tövsiyə eləyərdim ki, siz indidən yavaş-yavaş başlayasınız məqalələr oxumağa, analiz eləməyə. Bununla bağlı kurslar varsa, kurslara qoşulun. Universitetlərin, məsələn, xarici universitetlərin onlayn ödənişsiz kursları olur. Həmin kurslara daxil olun. Amma həqiqətən öyrənin də. Yəni, məsələn, Harvardın onlayn kursu var ödənişsiz. Mən ora qoşulum, mənə sertifikat versinlər deyə yox. Həqiqətən öyrənin ki, sizə lazımlıdır, yəni bu. Mən onu deyərdim ki, əsas bunu öyrənməyə çalışın. Araşdırma qabiliyyətlərinizi artırın. Biraz alışılmışın dışına çıxın. Təşəkkürlər. Xoş. Bir digər sual var ki, hansı ölkələrdə ictimai səhiyyə oxumaq daha yaxşıdır? Əslində biraz ikili sualdır, nə mənada? Baxır, ictimai səhiyyə hansı sahəsi üzrə irəliləyirsiniz? Çünki əsasən ictimai səhiyyənin vətəni Amerika və İngiltərə sayılır. Amma sahədən sahəyə də
fərq var. Məsələn, baxırsınız səhiyyənin idarə olunması, qidalanma, epidemiologiya, nə bilim, statistika, data, hansı sahə üzrə irəliləyirsiniz, buna baxılır. Mən məsələn İsveçrədə yaxşıdır, Çində hətta yaxşıdır, Yaponiyada yaxşıdır, onların səhiyyə sistemi də yaxşıdır. Yəni mən əsas tövsiyə eləyərdim ki, baxasınız, Amerika, Britaniya, İsveçrə, Çin, Yaponiya, Çində də xüsusilə Hong Kong, Kanada. Teşekkürler. Bir tane de sual var. İlki devlet programının karşıladığı xərclər nələrdir? Deməli, dövlət proqramı aylıq təqaüd verir. Məsələn, bura üçün bu 1300 funt sterlinqdir və buna nələr daxildir? Buna daxildir həm qidalanma, həm yaşayış xərci, həm özünün şəxsi, nə bilim, xərcləri, kitab dəftər ləvazimatları və s. Yəni bir də yataqxana, onu dedim də. Yəni bu 1300-ün hamısını idarə eləməyi öyrənməlisiniz. Biraz çətindir, çünki yataqxana qiymətləri çox bahadır. Yəni və pulun əksər hissəsi biraz yataqxanaya gedir. Daha ucuz tapa bilsəz, daha çox pul sizə qala bilər. Belə, yəni aylıq bunu verir. Bir də ki, siz məsələn indiyə qədər əgər vizadır, sağlamlıq sığortasıdır, biletdir, o xərcləri özünüz cibinizdən eləyirsinizsə, onu sonra qaytarır. Hardasa 2-3 ay sonra. Hələ qaytarmayıblar məndə, amma prosesdədir. Belə. Çox sağ ol. Bir sual daha var. Aha. Yenidən bakalavra aşağı kurslara qayıtsan, nələr eləyərdin, nələr eləməzdin? Nələri eləməzdim? Universitet dərslərini həyatımın çox mərkəzinə qoymazdım. Məsələn, mən bakalavr vaxtı hər hansı bir fəndən biraz aşağı qiymət alanda çox pis olurdum ki, ay niyə aşağı aldım? Məsələn, bu qədər oxumuşdum, çalışmışdım. Bunu eləməzdim. Çünki bu o qədər də vacib deyil. Yəni əsas odur ki, müəyyən qədər biliyin olsun və imtahanı keçəsən, kəsilməyəsən. 15 dəqiqəmiz qalıb bu arada. Əgər çatmasa təzədən link atacağam. Bunu eləməzdim. Amma məsələn, mən bakalavr vaxtımdan peşman deyiləm. Çünki çox şey eləmişəm. Çox aktiv keçirmişəm tələbəlik illərimi. Amma nə eləyərdim əlavə olaraq? Daha çox məsələn, xarici ədəbiyyatlara üst tutardım. Oxuyardım. Məsələn, mən düzdür, çox aktiv tələbəlik keçirmişəm, amma xarici ədəbiyyatlara oxumamışam demək olar ki, yəni bunu eləyərdim. Nə bilim, araşdırma qabiliyyətimi daha da inkişaf elətdirərdim. Belə. Çox sağ ol, təşəkkürlər. Xoşdur. Belə uşaqlar. Əlavə suallar var? Nəzrin sualı var deyəsən. Buyur. Həmin buyur günə Nəzrin. bir şey maraqlıdır mənə. Əvvəlcə təşəkkürlər Nailə bu qədər məlumata görə. IELTS-ə hazırlaşdığın ərəfədə ən çox bizə nə tövsiyə verərsən ki, IELTS-də məsələn bunları etsək daha yüksək nəticə ala bilərik kimisindən və yaxud da tam tərsi. Praktika. Yəni öz üzərinizdə işləməklə. Çünki məsələn IELTS əslində IELTS imtahanından mənim xoşum gəlmir. Çünki IELTS imtahanı həqiqətən dil səviyyəsini müəyyənləşdirən bir imtahan deyil, strategiya imtahanıdır. Məsələn, mən 2 imtahan vermişəm. IELTS-dən əlavə Duolingo imtahanı da vermişəm. Çünki mən ilk IELTS-dən topladığım bal dövlət proqramına müraciət üçün yetərli deyildi. Ona görə də sonradan Duolingo imtahanına hazırlaşdım özüm. Duolingo imtahanı o qədər çətindir ki, çox adam elə bilir o Duolingo proqramındakı kimi əyləncəlidir, amma həqiqətən Duolingo sertifikatı imtahanı o dil səviyyəsini ölçür də, həqiqətən biliyi ölçür. Ona görə, amma ki Duolingo-nun dövlət proqramı eləsə də, qəbul eləsə də, xarici universitetlər qəbul eləmir. Bu var. IELTS-də mən nəyi deyərəm? Məsələn, IELTS ilə uzun hazırlaşılacaq bir imtahan deyil. 2 ay hazırlaşırsınız. Orada da əsas sizin biliyinizi göstərə biləcəyiniz sahə speakingdir biraz və writingdir. Amma readingdir, listeningdir, bunları sadəcə eləyə inkişaf elətdirə bilərsiniz. Nə qədər çox qulaq assan, o qədər çox yaxşı yazarsan. Nə qədər çox mətn işləsən, o qədər çox eləyərsən. Yəni burada əsas strategiyadır ya əslində. Mən məsələn deyə bilmərəm ki, tutalım, C1 səviyyə sözləri bilsən, IELTS-dən yüksək alarsan. Çünki belə pis çıxmazsın, amma heç nə bilməyən adamlar da gedib IELTS-dən yüksək qiymət ala bilirlər və IELTS
Amma dil yaxşı bilənlər də IELTS-dən aşağı qiymət də ala bilirlər. Yəni ona görə də əsas burada çox çalışıb çox praktik eləməkdir. Anladım. Başqa? Başqa sual var? Bir nəfər yazıb ki, neçənci kursla hazırlaşmaq lazımdır magistra. Mən valla axırıncı kursdan hazırlaşdım. Yəni mən hər şey 5-ci kursda eləmişəm, amma sizə tövsiyə eləmirəm. Məsələn, adicə dil imtahanına hazırlaşmağa 4-cü kursdan 4-cü kursda artıq sertifikatınız olsa əlinizdə 4-cü kursun axırına, çünki onun da müddəti 2 ildir. 2 ildən sonra öz keyfiyyətini itirir. 4-cü kursun axırında əlinizdə sertifikat olsa, yəni 5-ə başlamaq superdir. Amma belə xüsusi hazırlaşmaq üçün bir şey tələb olunmur. Bilirsiniz niyə? Çünki magistr artıq müraciət eləyəndə sizin əlinizdə bir özünüz olursunuz da, indiyə qədər elədikləriniz, bir CV-niz olur. Yəni digər sənədlər, hə, motivasiya məktubudur, yazırsınız, rekomendasiya məktubudur, müəllimlərinizdən məsələn istəyirsiniz, işlədiyiniz yerdən istəyirsiniz. Belə. Mən hər şey 5-ci kursda eləmişəm, yəni axırıncı kursda. Mən heç inanmırdım ki, qəbul ola biləcəm, çünki o qədər mənim periodum stresli keçib ki, ona çat, buna çat, bunu elə, ona elə, amma çox şükür ki, alındı. Yəni 5-ci kursda. Var yenə suallar uşaqlar? Nailə xanım, məndə bir dənə sual var. Mən elə birbaşa mənə Almaniya məsləhət gördülər. Ona bağlı sual vermək istəyirdim ki, sırf alman dilinə hazırlaşmaq məntiqlidir, yoxsa ingilis dili ilə lazımdır hazırlaşmaq. Əslində mən o CDZ Public Health, yəni ümumi olanı seçmək istəyirəm. O dilə ki, Almaniyada yaxşıdır. Bilirsiniz necədir? Yəni çox adam əslində çox şey deyir. Avropa ölkələrində təhsil daha yaxşıdır təbii ki. Amma əsas Almaniyadan daha yaxşı inkişaf eləyən ictimai səhiyyədə yəni Böyük Britaniyadır və Amerikadır. Əsas bunlardır. Amma demirəm ki, Almaniyada pisdir. Almaniyada da tibb sahəsi irəliləyib və ictimai səhiyyə də hər halda daha yaxşıdır. Yəni bu baxır sizin seçiminizə. Mən sizə deyə bilmərəm ki, seçin məsələn İngiltərəni ya da Almaniyanı. Siz baxın şərtlərinə, hansını məsələn tutalım, yaşam şəraiti sizi qane eləyəcək, maddi cəhətdən qane eləyəcək, istədiyiniz sahə orada var. Əgər Almaniya sizin üçün yaxşı bir seçimdirsə, Alman dilini öyrənib irəliləmək daha yaxşıdır. Həm orada yaşamaq baxımından, həm də ki, Alman dilində olanda təhsil, orada pulsuzdur. Nə pulsuz dediniz? Alman dilində oxusanız, əgər magistratura ödənişsiz olur. Hə. Bunu bilmirdim amma. Çox sağ olun. Siz sağ olun, xoşdur. Mən yəni bir dənə də bir şey deyim. Yəni mən əslində tibb profilaktikanı qurtarmışam və 2023 əslində məzunu sayılıram da. Ona görə də bu il Almaniyaya başlamışam, hazırlaşmaya tezə başlamışam hətta. Yəni imtahan tam olaraq inşallah. Dil imtahan təqribi nə vaxt vermək lazımdır? Yəni mən bu bir neçə ay içində bacara bilərəm, onu bilmirəm. Alman dili ümumiyyətlə heç başlamamısınız? Yəni biraz məlumatım olub, amma təzə başlamışam öyrənməyə. Amma belə mənə rahat gəlir. Yəni ingilis dilindən daha rahat gəlir. Çünki mən ingilis dilini bir yerə qədər öyrənə bilirəm. 5-6 ay kursa getmişəm, yaxşı öyrənə bilməmişəm. Nəyə görə? Çünki elə bir nə bilim, müəllimlər daha yüksəkdən başlayır ya bir sanki. Birbaşa mənə mətnlərə keçib, cümlələrə keçib, mən də məntiqi başa düşməmişdim o yüzden. Amma alman dilini özüm öyrənə ingilis dilinə daha çox başa düşmüşəm hazırlıqdan. Olur əslində, bəzi insanlar deyir ki, onlara alman dilini öyrənmək ingilis dilindən daha rahatdır. Yəni bu da ola bilər. Sizin sualınız nə idi? Unutdum üzr. Yəni deyirəm ki, bu qısa müddətdə bunu öyrənmək olar. Valla 1-2 aya mən real baxmıram açığı. Çünki mən özüm də əvvəl alman dilinə hazırlaşırdım. Əvvəl Almaniya barədə düşünürdüm. Yəni mən 1 il yarıma B2 səviyyəsinə gəldim. Ona görə də 1-2 ay biraz çox azdır məncə. Bəs təqribi nə vaxt olur bu imtahan? Yəni sırf alman dili üçün verə biləcəyim imtahan? Məncə siz onda vaxtına baxıb alırsınız. Onlayn şəkildə ya hansısa kursda mı verirsiniz? O imtahan barədə dəqiq bilmirəm. Amma TESTAF imtahanı lazım idi. Yəni mən araşdıran ərəfələrdə. Çünki tibb üçün GÖTE imtahanı idi. Amma belə başqa magistr oxumaq üçün TESTAF lazım idi. Bir də TELK-də var deyəsən. Onun sadəcə arasındakı fərqi araşdırmaq lazımdır. Yəni çox belə bilmirəm. Tamam. Çox sağ olun. Siz sağ olun, uğurlar.
Magistr imtahanda sizə ən çətin gələn fən hansı idi? Neçə bal toplamısınız? Burada belə deyil də, yəni xaric üçün magistr imtahanı vermirik. Azərbaycanda magistr imtahanına daxil olub bal toplayırıq. Burada bal toplamaq deyil. Yəni dediyim kimi sənədlərlə müraciət eləyirik. Əgər uyğunluqsa seçilirik, uyğun deyilsə yox. Oxuduğunuz ixtisasın illik ödəniş nə qədərdir? Hardasan bizim pulla 60 min manata qədər var. Yəni dövlət ödəyir, sağ olsun. Alman dilində başlanğıc asan olur, sonraki mərhələlər bezəcəkdən çox qısa. Hə, neysə, bu da başqa sizin sorğunuza bir cavab idi. Başqa sualınız varmı? Bir də mənim başqa bir sualım var. Buyur. Biz universitetlərə imtahan verən zaman, yəni imtahan edin, daha doğrusu sənədlərimizi göndərən zaman bunu hansı ərəfədə eləməliyik Hə, ki, məsələn, çox sağ ol. gecikməyə? Elə universitetlər var ki, tez bağlayır da qəbul prosesini ona görə. Yenə də universitetdən universitetə dəyişir. Yəni siz bir növ hazır qalmalısınız ki, hansı universitetin deadline nə vaxt açılır, nə vaxt bitir, onu yəni izləməlisiniz. Təqaüdlər də həmçinin, təqaüdlər də məsələn Şevning təqaüdü tutalım ki, tez qurtarır, baxmalısınız. Amma əsasən yanvar-fevralda artıq müraciət bitir. Yanvar-fevrala qədər müraciət edib bitirmək lazımdır. Yenə də universitetə görə dəyişir, yəni baxmaq lazım. Mən müraciət etdiyim universitetlərdə yanvarda, fevralın əvvəli belə qurtarırdı. Pavlo Kəs oxumayan biri təqaüdü qazana bilərmi? Qazana bilər, nə mənada? Məsələn, tutalım başqa ixtisas bakalavr oxumusunuz, amma public health-dən sizin marağınız var və bu sahə üzrə təcrübəniz var, nəsə eləmisiniz, ya işləmisiniz, ya nə bilim könüllü fəaliyyətiniz olub və siz artıq dəyişmək istəyirsiniz, magistr oxumaq istəyirsiniz bu sahə üzrə müraciət edə bilərsiniz. Yəni burada əsas təcrübədir. Yəni heç bir təcrübəniz yoxdur. Tutalım qurtarmısınız siz biologiya və gəlirsiniz public health oxumağa, heç nə bilmirsiniz public health-dən, onda yəni təbii ki qazana bilməyəsiniz. Əsas ixtisasla bağlı biliyinizin olmasıdır. 1 ildir. UK-də 1 ildir, amma Amerikada, İsveçrədə burada 2 ildir magistratura. Amma Britaniyada 1 ildir. Bütün ixtisaslar 1 ildir. Çox təşəkkür edirəm. Sizə də uğurlar. Başqa sualınız varmı? Ümid edirəm ki, faydalı oldu. Çox sağ ol Ruslan. İnşallah görüşərik. İnşallah 1 il sonra. Başqa sual yoxdursa, məncə artıq bitdi. Mənim bir sualım olacaqdı. Buyurun. İlk öncə təşəkkürümü bildirirəm belə bir görüşə görə. Xoşdur. Ümumiyyətlə mənim sualım ondan ibarətdir ki, biz məsələn, ümumiyyətlə Böyük Britaniyada oxuduğumuz zaman, inşallah ki, qəbul olub orada oxuduğumuz zaman iş imkanları mövcuddurmu? Yəni oxuyaraq həmçinin işləmək mümkündürmü? Bəli. Xaricin əslində bu yaxşıdır ki, magistrda da əsasən sizin iş imkanlarınız olur. Tələbə kimi universitetdə tələbəyə uyğun olan müəyyən vəzifələr var. Orada da işləyə bilərsiniz. Nə bilim, layihə meneceri. Yəni məsələn bizim Azərbaycanda universitetlərdə elədiyimiz könüllü fəaliyyətlərin buradakı universitetdə iş kimi gedir də bir növ. İşlər də part-time olur ya da ki full-time olur. Bununla yanaşı başqa da işləyə bilərsiniz. Yəni istənilən bir işdə, kafedə də işləyə bilərsiniz, nə bilim, başqa yerlərə də müraciət edə bilərsiniz. Yəni bu şanslar var. Eləmək olur. Bir də mənə bir şey maraqlıdır. Bildiyimə görə o Şotlandiyada, İngiltərə tərəflərdə, yəni hava şəraiti biraz bizə uyğun olmur, yəni çox yağış yağır və s. Yəni siz necə qarşılayırsınız bunu? Valla mən yağışı xoşlayıram. Ona görə də mənə problem olmur. Amma burada məsələn mənə biraz nədir? 4 saat fərq var arada Bakı ilə və hava tez qaralır. Elə bil 17 saat qaranlıq olur, 7 saat ancaq günorta olur. O da ki gün olmur demək olar. Gün yalandan buludların arxasından özünü göstərib gedir. Yəni o cəhətdən hava şəraiti biraz tamam fərqlidir. Biraz tamam, paradoks. Yəni elə tələbələr var ki, depressiyaya düşürlər, pis olurlar. Bu da olur yəni. D vitamini də ala bilmirik deyə günəş yoxdur. Aydın, çox sağ olun. Xoşdur. Başqa sual varmı? Uşaqlar, başqa sual yoxsa 3 dəqiqəmiz qalıbdı. Sonra lazımdır, Nailə yenə açar, birləşərsiniz. İstəyirsiniz? Yenə sual olacaq.
Yox, heç kimin səsi çıxmır. Deyəsən suallar bitdi, hə Nailə? Deyəsən elə görünür. Nailə, sənə uğurlar arzulayırıq qızım. Çox sağ olun. Uğurların bol arzulayıram. olsun. Təşəkkür edirəm. Oradan çox Allah xanım. maraqlıydı. Uşaqlarımız çox şey öyrəndilər. Bax, hamısı ürəklər göndərirlər sənə. Like'lar göndərirlər. Biz səni çox istəyirik. Sən ağıllı qızsan. İnşallah oxu, bitir. Öz diplomunla qayıt gəl dövlətimizə, vətənimizə və ümid edirik ki, bizim bu ixtisasda töhfələrin böyük olacaq. Tələbələri belə həvəsləndirəcəksən. Sənə təşəkkür Sağ edirik olun, qızım. çox sağ olun. Mən təşəkkür edirəm. Uşaqlar, siz də bir açın da bu kameraları, bir görək. Də hamınız gizlənmisiniz. Bir açın baxaq, siz də bir təşəkkür eləyin.